Bugün milli dəyərlərimizin qorunması, vətənpərvərlik ruhunun yaşadılması və diasporamızın Azərbaycanın beynəlxalq aləmdə tanıdılması istiqamətində gördüyü işlərdən söhbət açacağıq. Həmsöhbətimiz Hollandiyada yaşayan Azərbaycanlı ictimai xadim, Avropada Azərbaycanın Dostları Cəmiyyətinin sədri, Xudafərin jurnalının baş redaktoru Elman Mustafazadədir. Xoş gördük Elman müəllim. Studiyamızda sizi görməyə çox şadıq. Bugün sizi vətəndən uzaqda verilişində salamlayırıq. Çox sağ olun, xoşunuza gələk və mənim üçün çox xoşdur ki, yeni başladığınız layihənin mən də ilk qonaqlarından biriyəm. Mənim sizlə bir arada olmaq çox xoşdur və dəvət üçün də çox sağ olun. Həm sizə, həm tamaşaçılara özlərinin təşəkkürümü bildirirəm. Elman müəllim, ilk sualımı vətənpərvərliklə bağlı vermək istərdim. Vətənpərvərlik anlayışı sizin üçün nə ifadə edir? Elnara xanım, sual üçün çox sağ olun. Sual ümumiyyətcə çox ciddi sualdır. Vətənpərvərlik anlayışı bir kəlmə, sözlə bunu ifadə eləmək düzgün olmazdı. Vətənpərvərlik nə pafoslu sözlər deyil, nə şeir deyil, nə bayraq yellətmək deyil. Vətənpərvərlik elə ilk andan bu yaşadığın ölkəyə, vətəninə kiçik xidmətdən tutmuş böyük xidmətə kimi. O da vətənpərvərlikdir. Və bu ölkədə işləyib vergi vermək özü belə vətənpərvərlikdir. Ölkənin dərdinə yanıb, sevincinə sevinmək, bu da vətənpərvərlikdir. Vətənpərvərlik geniş anlayışdır. Vətənpərvərlik öz ailəni qoruduğun kimi vətəninin digər övladlarının ailələrinə ürəyin yanmaq, kömək eləməsən belə mane olmamaq özü də vətənpərvərlikdir. Yəni bu geniş bir anlayışdır. Bu dar çərçivədə hansısa bir şeir demək deyil. Vətənpərvərlik tək əlinə silah alıb döyüşmək deyil. Vətənpərvərlik elə ölkən üçün sülh yaratmaqdır. Gələcək nəsillər üçün hansısa bir layihəni həyata keçirməkdir. Geniş mənada vətənpərvərlik. Yəni mən bu Avropalıların düşüncəsində bu cürdür. Amma da yaşasın vətən, ölərəm filan, bunlar hamısı pafos sözlərdir. Bunların bəlkə də bir mitinqdə o hansı ki tamaşaçını ruhunu oynada bilər. Amma həqiqi vətənpərvərlik çox böyük anlayışı var. Və əgər həqiqi biz vətənpərvər olarıqsa, Azərbaycanımız bəlkə də bundan sonra 1000 illərdir yaşayar. Vətənpərvərlik vətənin dərdinə şərik olmaqdır. Vətənin ağrılarını, acılarını öz şəxsi acın qəbul etdiyin zaman vətəndir. Mən belə bu cür, mənim düşüncələrim bu cürdür. Sizcə bugünkü gənclərdə vətən sevgisini gücləndirmək üçün hansı addımlar atılıb? Addımlar ən önəmlisi odur ki, gənclərimiz öz ana dillərini mükəmməl bilməlidirlər. Öz tarixlərini, istər acı olsun, istər şirin olsun, tarixlərini bilməlidir, özü də obyektiv tarixlərini. Və bundan sonra tək başqa millətlər üçün yox, bütün dünya inteqrasiya olaraq özünü təsdiq edən, bax, mən də buyam. Ayrımçılıq yox, ha. Vətənpərvərlik, yəni gənclər bunu görməlidir. Mən sizlə bir yerdəyəm. Yaşayıram, tutaq ki, Almaniyada, Hollandiyada, Amerikada, Rusiyada. Mən sizlə bərabərəm, amma mən bax buyam. Mən özümün ən necə də yaxşı cəhətə göstərməliyəm. Bax bu vacib, gənclər üçün mühüm vacibdir. Heç bir millət dilində deməsə belə assimilyasiya olunmuş insanları sevməzlər, qəbul eləmirlər. Onlardan yalnız istifadə elə bilərlər. Millətlə hesablaşırlar ki, o vaxt millət. Məsəl üçün, mən yaşayıram tutaq ki, Hollandiyada. Holland mənə o vaxt hörmət edir ki, mən Hollandın bütün qanunlarına tabeyəm, qanunlarına əməl edirəm, amma eyni cürdə mən də tutaq ki, Azərbaycanlıyam. Amma Azərbaycanlı ola sizi də sevirəm, sizdə yaşayıram. Sizi seçmişəm ikinci vətən. Amma o demək deyil ki, mən öz vətənimi, öz yurdumu, öz mənliyimi unudam. Bax, gənclər bunu etməlidir. Özünüz olun. Amma
harda yaşadığınız ölkənin siyasi elitasına girin, mədəniyyətinə girin. Amma öz ayaqqabınızın içində. Ayağın 40 razmerdirsə, 44 razmer ayaqqabı ilə sən uzağa gedəməzsən. Yəni öz çərçivəndə, amma özün olmaq şərti ilə bax bunu mən gənclərə arzulayardım. İlman müəllim, xaricdə yaşayan azərbaycanlıların milli kimliyinin qorunmasında diasporanın rolu nə dərəcədə önəmlidir? Diasporanın rolu çox önəmlidir. Xüsusən də kiçik dövlətlərə biz bilirsiniz də Sovetlər ölkəsindən biz 30 ildə ayrılmışıq. Hələ də o Rusiyanın təsiri bizim üstümüzə güclüdür. Yaxşı bilirsiniz ki, bizə uzun illər aşılayıblar, tərbiyə eləyiblər, yəni dırnaqarası imperiya təbliği tarixini zəif bil, milli şuurdan uzaq ol və mədəni olmaq istəsə tutaq ki, başqa dildən danış, Rusca. Bizə bu cür eləmişdilər. Biz elə bilirdik ki, biz Rusca biliriksə, biz çox mədəni millətik filanıq. Amma dünyaya pəncərə açılanda getdik, baxdıq ki, aman Allah, biz o müstəmləkə olunmuş Afrika ölkələri kimi böyümüşük. Biz özümüzdən qaçmışıq. Və indi özümüzə dönməliyik. Proses çətin gedir. Bilirsiniz, yəni assimilyasiya olunmuş insanı geri qaytarmaq çox çətindir. İnsanı assimilyasiya etmək asandır. Onu özünə qaytarmaq çox çətindir. Bu prosesi biz indi keçirik. Mən indi Azərbaycandayam. Baxın. Nümunə deyim sizə. Baxın. Burada nə qədər yabancı dillərdə restoranlar, supermarketlər, mağazalar filanlar. Bunlarda belə düşüncə var ki, güya ki biz bundan modernləşirik. Amma elə deyil. Sən özün olduğun zaman daha çox inkişaf edə bilərsən. Yenə deyirəm, sən nə qədər mən özümü Holland saysam da mən Holland ola bilmərəm. Amma mən orada yaşayıram, oranın qanunlarına əməl etməliyəm. Ya Rusiyada eyni cür. Təəssüflər olsun ki, bu proses indi özünə qayıdış gedir. Azərbaycanda bu ölkəni bizim ulu babalarımız qurubdur. Və biz onların unutmaq, o kökündən ayrılmaq bu ən qorxulu bir tendensiyadır. Biz indi yavaş-yavaş ona qayıdırıq. Əslində bu proses biraz da sürətlə keçir, daha yaxşı olardı. Bu başqa milləti inkar deyil. Bu qətiyyən siz fikrimi bu Azərbaycandır. Bunun dövlət dili Azərbaycan türkçəsidir. Dövlət dilinin üstündə bizim ailəmizdə məsələn çox dillidir. Bizim ailəmizdə uşaqlar 6-7 dil danışırlar. Amma o uşaqların beynində bir kod var. Mən atamla, anamla başqa dildə danışa bilmərəm. Yalnız öz dildə danışıram. Ona görə qürbətçilərimizdə də çox belə yanlış var. Ailə qururlar bəzən öz uşaqlarına öz ana dillərini öyrətmirlər, xüsusən bəzən qadınlar da. Amma bunun altını çəkirlər sonra. Amma ümumiyyətcə, ümumi götürəndə isə mən yaşadığım bu 36 ildə Avropada Azərbaycan qadınları başqa millətlə ailə qurub onları daha çox Azərbaycanlı elədi. Nəinki Azərbaycanlı kişilər başqa millətlə ailə qurub onların millətinə yıxıldılar. Ona görə yenə deyirəm, inkişaf eləmək üçün yalnız öz milli şuurun, milli gələnəyin, milli xəzinən üzərində digər millətləri də mənimsəyəsən. Bugünkü gündə diaspora təşkilatlarımızın fəaliyyətini necə qiymətləndirirsiniz? Hansı istiqamətlərdə daha da inkişaf etdirilməlidir? Bugünkü qələbəmizdə, 44 gün qələbəmizdə, bu 30 il işğalda azad olunmuş Azərbaycanda əskərlərimizin, Ali Baş Komandanın və bütün Azərbaycan vətəndaşları xidməti olduğu kimi qürbətçilərimizin də xidmətini unutmaq olmaz. Yəni bütün tənqidlərə rəğmən, bütün umuküsülərə rəğmən bu illər ərzində qürbətçilərimizin içində çox vicdanlı, gecəsini gündüzə qatan oğul və qızlarımız da az olmadı. Ola bilsin onların əməyi qiymətləndirilməyə bilər. Axı bunu biz əməyə görə eləmirik. Kimsə mənə, mən bu vətənə xidmət eləmişsə, kiməsə mən orden, medalımı gözləməyəm. Bu, ümumiyyətcə belə şeyi unutmalıyıq. Mən bunu qürbətdə eləm, mənə nəysə medal verməli filan. Xeyr, bu bir həyat tərzinə çönməlidir. Elə bir ki, bir gündəlik necə ki, evdə uşaqlarının qayğısına qaldığın kimi də
Bu da vətəndir. Evində necə evin üçün yanırsan, çalışırsan, bu vətən də evdir də. Onu indi biz qurmuşuq qürbətdə. Bu baxımdan qürbətçilərin bütün nöqsanlara rəğmən Qarabağın xilasında qürbətçilərimizin əməyini unutmaq olmaz. Mən bunu çox tərifləmirəm, amma elə anlar, elə günlər olubdu. Yağış, qar altında Avropa Şurasının, Avropa Parlamentinin, müxtəlif beynəlxalq təşkilatların önündə Azərbaycan diasporu gecəsini gündüzünə qatıbdı. Məhdud çərçivədə, imkansızlıqdan, maddi çətinlik içində, amma həmişə Qarabağ deyib hayqırıbdı. Biz də onun biri olmuşuq. Allah'ın bu gününə şükür, mən yenə deyirəm. Gələn kimi Azərbaycana gedirəm, dərhal Şuşaya, orada böyümüşəm. Yəni bundan artıq həyatda mən belə bir sevinç görməmişəm. Yəni bu günə min şükür. Burada qürbətçilərimizin də əməyi var. Bilirik ki, Qarabağ hamımızın sevincidir. Bu günləri Qarabağ azaddır. Qarabağın azad olunmasından sonra mədəni irsimizin bərpası istiqamətində görülən işləri necə qiymətləndirirsiniz? Baxın, biz bir balaca belə hər şeydən narazı millətik də. İndi mən sizə obyektiv deyəcəm. Qarabağda quruculuq işləri gedir. Bunu inkar eləmək olmaz. Özü də mənim bildiyim qədərilə bir kənar dövlətlərdən də bir yardım yoxdur. Ermənistandan bir kompensasiya tələb eləməmişik. Amma inanın ki, qururlar, yaradırlar. O insanlar az ki köçüblər, hamısının gözəl şəraiti var. Deyə bilərsiniz ki, iş yerləri filan. Ümumi götürəndə Azərbaycanda iş yerləri problem var hər yerdə. Amma bunlar hamısı zaman-zaman öz həllini tapacaqdır. Mən bu yaxınlarda Laçında idim. Orada çoxlu qohumlarımız var. Orada yaşayırlar. Bəziləri şikayət edir ki, ay nə bilim, narazıdırlar. Dedim bir dəqiqə dayan. Mən əslən kökən Laçından, İmanlar kəndindən, Şəlbədərəli, İmanlar kəndindən. Dedim sizə sualı verirəm. Nə vaxtdır Laçın cəmaatının, istər şəhərdə olsun, istər kənddə, evində, ha vaxt sizin evinizdə hamam, tualet olubdur? Bir dənə mənim sualıma cavab verin. Bugün sizə ev təmir olunur Laçında. Yüksək səviyyədə evin içərisində hamamı, tualeti, hər bir məişət, mətbəxinə kimi, mebelimizə kimi veriblər. Nədir narazılığınız? Hamısı yoxdur, amma belə var. Və bunlar da çıxardırlar sosial setlərə və sanki Qarabağda bir quruculuq işləri getmir. Nədənsiniz ki? Bu günləri Xankəndi, hələ mən Şuşanı deməm, Şuşa bir konservativ şəhərdir. Orada ölkə rəhbərinin elə bəlkə də ayda 2-3 dəfə orada olur. Özünün şəxsi nəzarətindədir. Yəni Şuşaya toxunmuram. Bu günləri Xankəndi çox sürətlə inkişaf eləyir. İnanın ki, 1-2 ildən sonra Xankəndi istənilən Avropa şəhəri ilə rəqabətə girə biləcəkdir. Qaldı universitet məsələsi. Qarabağda universitet var, ha, Qarabağ Universiteti. Mən bunu yazmışdım da, bugün də deyirəm. Qarabağ Universiteti istənilən Avropa ölkəsinin, lap belə Hollandiyanın, mən deyərdim ki, Erasmus Universiteti ilə rəqabətə girmək gücündədir. İstər onların texniki təchizatı, istər tələbə səviyyəsi, istər mədəniyyət səviyyəsi. Xankəndində keçən il qışda olurdum, çıxırdım o meydançada, tələbələrlə idman edirdim. Bir dənə siqaret çəkən tələbəyə rast gəlmədim. Bir də ki, tələbə kimi hamısı belə tərtəmiz səliqəli. Orada belə Bakıda gördüyüm kimi belə hərə bir saqqalı, saxlı, belə şey görmür. Hamısı səliqəli, sadə geyimli. Çox elə bir ki, seçiblər Qarabağ tələbələrini. O universitetin mən gələcəyini bəlkə də dünyanın ən məşhur universiteti olacaq. İnşallah ona da arzulayıram. Qaldı ki, gedir, quruculuq işləri gedir. Bəlkə də ola bilsin ki, kimsə hansısa bir vicdansız bir daşı daş üstə qoyanda onu vicdansızcasına qoysun. Çünki elə vətənpərvəri buradan başlayır. Ha. Vətənpərvəri ilə o vətənin daşını üstə qoyanda da onu vicdanla qoyasan. Belə nöqsanlar xırda para olar, amma Qarabağda güclü quruculuq gedir. Bunu görməmək və buna necə deyirlər, belə kəc baxmaq vicdansızlıq olardı. Bunun üçün də mən gözümlə gördüyüm deyim, kimsə mənə nağıl danışdı falan. Şuşada da tikirlər gedir, indi ikinci, üçüncü məhəllələri tikirlər. Mən açıqca deyim ki, bax, Füzulində gördüm.
Adı da Şuşada da yeni evləri. O Füzulinin Şuşada tikilən evlər var ha. Avropanın istənilən ölkəsində elə bir yoxdur. Lifti var, şəraiti var. 3 metr 20 santim Şuşadakı evlər hündürlüyü. Memarlıq cəhətdən şəhərin memarlığına uyğundur. Şuşada zibil qabları yerin içində, Niderlanddakı kimi yerin içindədir. Bir də ki, intizamlı bir şəhərdir. Əvvəldən də belə olubdur. Şuşalılar biraz konservativ cəmaatdır. Hər şeyə özləri diqqət edirlər. Bir də Şuşada həmişə ictimai qınaq olubdur. Yəni mən durum ora, ta ki, siqareti, zibili töküm yerə, kimsə mənə sağ ol deməz. Ona qarşı çox sərt etiraz edirlər. İstəyirsən Allah belə qardaşın olsun. Laçında da gözəl quruculuq işləri gedir. O çayın qırağı, Həkəri çayın qırağında elə gözəl möcüzələr yaradıblar. Sevinirəm. Xan kəndində də quruculuq işləri gedir. Yenə deyirəm, o sosial setlərdə yazırlar, nə bilim, narazılıq var, əsası yoxdur. Sadəcə olaraq şayələr əsasındadır. Bütün verilən evlər, Ağdamda verilən evlər, hər bir ora köçən adama 6 sot əlavə torpaq verirlər. Bunu yazmırlar. Hamı elə bilir ki, oraya Karopkaya köçüblər. Xeyr, əlavə 6 sot torpaqları var. Yəni şəxsi. Bu cürdə davam eləyir. Bir də ki, adicə bir kəndin özündə ev veriblər, içərisində hər cür şəraiti var. Mebelinə kimi var. Nə olmalı? Başqa bir ölkədən bizə də kömək yoxdur. Belə mən Qarabağda bunu görürəm. Quruculuq işləri gedir lap yaxşı. İlman müəllim, gənclərə və xaricdə yaşayan soydaşlarımıza vermək istədiyiniz əsas mesaj nədir? Harda olursan ol, birinci növbədə özünü Azərbaycanın diplomatı kimi hiss elə. Bu sənə bu diplomatiyanı kimsə vəzifə kimi vermir. Yəni sənin atacağın addım. Sən bilirsən ki, mən Azərbaycanın kənardayam. Tarixini də öyrənməlisən, mədəniyyətindən özünü təmsil etməlisən. Sən orada Avropa toplumun içində, tutaq ki, bir zibili yerə tulla, üzr istəyirəm, bax, yerə tüpür filan elə. Bununla sən Azərbaycanı tanıtıra bilməzsən. Sən fövqəladə 5 dəfə də onlardan mədəni olmalısan ki, özümü tanıtırasan. Sonrasında çünki bizim adımız çıxıbdı, biraz da bu Türkük də, bizə bir Avropada da bir Türk qorxusu var, səbəb olmadan. Ona görə gənclərə nədir? Gənclərə arzum budur ki, Azərbaycandan kənara çıxanda hər addımında necə ki, yaşadığı şəhərdə ailələrinin şərəfini qoruyursa, Azərbaycandan kənara çıxdınsa, Azərbaycanın şərəfini qoruyasın. Hər atdığın səhv addım, hər birdən bilmədin, törətdiyin cinayət o Azərbaycanın ünvanına yazılır. Gənclərə bunu arzu edirəm ki, fövqəladə həm diqqətli olsunlar, həm savadlı olsunlar, həm sağlam olsunlar, həm də Azərbaycanın yaxşı cəhətlərini tanıtsınlar. Kənarda çıxan vətəndaşlarımız, gənclərimiz Azərbaycanın yaxşı cəhətlərini təbliğ eləsinlər, mədəniyyətini və hər an, hər addımda o necə deyirlər, o vətənin o keşiyində dursunlar. Yəni tək o demək deyil silahla, elə o mədəniyyət səngərində də. Gözə var, potensial güc də var. Allah şükür gənclərimiz də çox sağlam düşüncəli gənclərimiz var. Bunu arzulardım. Gələcəkdə həyata keçirməyi planlaşdırdığınız layihələr haqqında nə deyə bilərsiniz? Gələcək planlarımız yalnız və yalnız, yenə deyim, əvvəllər geçsin o günlər gəlməsin, hansı ki bu ağır, stresli günlər, bu geriyə baxanda çox həqiqətən də bir hamımız vaxtsız xəstəlik tapdıq, amma Allah'a şükür indi torpaqlarımız azaddır. Bundan sonra biz o işğaldan azad etdiyimiz torpaqlarımızın həqiqi bizim olmasını biz müxtəlif layihələrlə təbliğ eləməliyik. Bax, bu günləri baxın, 30 il işğalda qaldı, bir dənə bir qrup yaratmadılar, amma qısa müddətdə 5-6 ildə görün nə qədər biz orada quruculuq işləri görmüşük, nə qədər beynəlxalq festivallar, ardada beynəlxalq təşkilatlarla görüşlər və ilaxıra. Yəni, torpağın sahibi bizik. Bunu biz beynəlxalq təşkilatda aramla, ardıcıllıqla təbliğ eləməliyik. Bu ölkənin sahibi biz olduğumuzu sübut eləməliyik və edəcəyik də. Amma da əlimizi qoynumuza qoyub oturmamalıyıq. Ən önəmlisi odur ki, bu Qarabağla bağlı hələ də xırda-para bu söz-söhbətlər var. Bunun qarşısını almaq üçün müxtəlif layihələr həyata keçirməliyik. Bir-birimizə əl-ələ verməliyik. O yerdə vətən varsa, o yerdə milli mücadilə varsa, o diaspora komitəsinin ən sıravi adamı ilə mən səngərdə qardaşam. O yerdə vətən üçün.
Amma milli düşüncə bu cür olmalıdır. Mən atamın qatili ilə də vətən uğrunda bir sən qədər dayanaram. Qələbə çalaram, sonra ondan hesabçılığımı çəkərəm. Düşüncəm bu cürdür mənim. Sonda oxucularımıza və dünya azərbaycanlılarına nə söyləmək istərdiniz? Yaşasın Azərbaycan əskəri, yaşasın Azərbaycan əskərinə komandaq eləmiş Ali Baş Komandan ki, bu günləri biz Azərbaycanın bütün ərazisi azaddır. Xankəndidə də bayrağımız dalgalanır. Mənim üçün bundan böyük hədiyyə yoxdur. Ən belə o medalım da, orderim də bax budur. Var olun, sağ olun. Təşəkkür Sağ ederim. olun. Dəyərli izləyicilərimiz, bugün Öztürk TV-nin efirində Vətəndən Uzaqda verilişində sizə Hollandiyada yaşayan azərbaycanlı ictimai xadim, Avropada Azərbaycan Cəmiyyətinin sədri Elman Mustafazadə ilə tanış etdik. Sağ olun, gələn görüşlərədək.